Psixoloq Yuri Bronfenbrenner inanırdı ki, əgər insanların yaşadığı mühit və əlaqədə olduğu şəxslər dəyişərsə, onların həyat tərzi də dəyişə bilər. Bəs alimin bu iddiası uğur qazana bildimi? Bu videoda bu suala şəxsi bir nümunə əsasında cavab axtaracağıq. Gəlin baxaq. Bronfenbrennerin ekoloji modeli bir uşağa təsir edən 5 sistemin mövcud olması ilə bağlıdır. İlk olaraq uşağa birbaşa təsir edən mikrosistem gəlir. Bu sistemi onun valideynləri və dostları təşkil edir. İkinci sistemdə uşağın ətrafında olan insanların arasındakı bağlantılar yer alır. Bura onun həmyaşıdları, müəllimlər və s. daxildir. Daha sonra valideynlərin öz müdirləri, dostları və ünsiyyətə girdiyi digər insanlarla olan münasibətləri gəlir. Bunun ardından bütün bu sadaladıqlarımıza təsir edən mədəniyyət, inanc sistemi, sosial normalar öz yerini alır. Bu modeldə son olaraq insanın həyatı boyunca onun hər şeyini dəyişdirən, həyatının bütün aspektlərinə təsir edən zaman yer alır. Gəlin bu sistemlərin adlarını daha yaxşı tanıyaq və onlara real nümunələr əsasında nəzər yetirək. Mikrosistem. Bütün uşaqlarda olduğu kimi mənim mikrosistemimi də ailəm formalaşdırırdı. Bəxtim gətirmişdi ki, ölkəmizin səfalı kəndlərindən birində dünyaya göz açmışdım. Oyuncaqlarım ağaclar, evimizin yanındakı göldə üzən tısbağalar, təsərrüfatımızdakı digər heyvanlar və Toplan adlı itimiz idi. İndi düşünürəm ki, təbiətlə hər gün təmasda olmaq yetişməkdə olan şəxsiyyətimə hər mənada müsbət təsir göstərib. Ən kiçik yaşlarımdan canlıları sevməyi, onlara qayğı göstərməyi öyrənə bilmişəm. İndi öz oğluma baxanda onun nələrdən məhrum olduğunu tez-tez düşünürəm. Qaydaq mənim uşaqlığıma. Həyatımın həmin dövründə məni formalaşdıran əsas amillərdən biri də şübhəsiz ki, valideynlərim idi. Atam dənizçi olduğuna görə aylarla işdə olurdu. Anam isə müəllim idi, həm də mənim ən böyük motivasiya mənbəyim. O məni daim oxumağa, yazmağa həvəsləndirirdi. Hələ mən məktəbə başlamazdan öncə xüsusi dəftərlər tuturdu və biz birlikdə cızma-qara edirdik. Düşünürəm ki, təhsil həyatımdakı bütün uğurlarımın ardında anam durur. Ona çox şey borçluyam. Lakin atamın uzun müddət işdə olması böyük övlad olaraq mənim üzərimə böyük məsuliyyətlər də qoyurdu. Anam bütün güzaran məişət işlərini görməyə məni də cəlb edirdi. Bu da bir növ yaşımdan tez böyüməyimə məni vadar etmişdi. Məsələn, 12-14 yaşlarıma evə bazarlığı tez-tez özüm edirdim. Anam işdə olanda məndən yaşca çox kiçik olan bacım və qardaşımın qayğısına qalırdım. Hətta bəzi qonşularımız da özləri evdə olmayanda kiçik uşaqlarını rahatlıqla mənə etibar edirdilər. Bu proses uşaqlığımda mənə çətin gəlsə də, yetkinlik dövrümdə məsuliyyət daşımaq, başqa insanlara da yararlı olmaq hissini aşılayıb. Üstəlik evimizdə yaşlı nənəm və babam da var idi. Onların da qayğısına qalırdım. Mənə bəzən çətin olsa da, xoşbəxt idim. Mezosistem. Mənim mezosistemimin vacib elementlərindən biri anam və ibtidai sinif müəllimim arasındakı münasibət idi. O anamın qohumu idi, amma aralarındakı münasibət yaxşı deyildi. Və buna görə də əfsuslar olsun ki, müəllimim məni qurban seçmişdi. Bunu böyüyəndən sonra, təxminən 20 yaşlarımda anladım. Kaş ki, anam bu vəziyyəti mənə olduğu kimi, hələ mən uşaq olanda izah edərdi. Bəlkə bugün Ad Universitetinin təlim və tədrisin təşkili və metodikası fakültəsində oxumağımın, müəllim hazırlığı proqramlarında müəllim olaraq çalışmaq istəməyimin bir səbəbi də şagirdlərinə hörmətlə yanaşan, dəyər verən müəllimləri yetişdirmək arzumla bağlıdır. Egzosistem. Bu bölmədə valideynlərimin, dostları, öz müdirləri və ünsiyyətə girdiyi digər insanlarla olan münasibətləri yer alacaq. Mənim egzosistemimin əsas elementlərindən biri atamın sağlamlığındakı problem səbəbi ilə işdən ayrılması sayıla bilər. Həmin dönəmdə bu vəziyyət ailə içindəki münasibətlərə əlbəttə ki, təsirsiz ötüşmürdü. O zaman anlamışdım ki, ailə və onun möhkəmliyi hər şeydən daha önəmlidir. Makrosistem. İbn Haldun deyirdi ki, doğulduğu coğrafi ərazi insanın taleyidir. Makrosistemimə ən çox təsir edən amil sadə həyat tərzi sürən, lakin zəhmətkeş insanların əhatəsində böyüməyim olub. Bu böyük avantaj idi ki, bizim kəndimizdə başqa xalqların nümayəndələri də yaşayırdı. Bu müxtəliflik mənə digər mədəniyyətləri və inancları hələ uşaq yaşlarımdan öyrənməyə fürsət yaradıb. Düşünürəm ki, əksi çox sıxıcı olardı. Bir meşə təsəvvür edin, yalnız palıd ağaclarından ibarət olan. Sizcə, orada gəzmək daha maraqlı olar, yoxsa hündür sədr ağaclarının, ağcaqayınların, salxım söyüdlərin, yaşıl küknarların ucaldığı meşədə? Xronosistem. Uşaqlığım həm də 1-ci Qarabağ Savaşının, Xocalı faciəsi, qanlı 20 yanvar kimi faciəvi hadisələrin baş verdiyi dönəmə düşür.
Həmin dövrdə bütün bu hadisələrin fonunda ölkəmiz müstəqilliyi qazanır, bazar iqtisadiyyatı formalaşırdı. Bu sistem hamı üçün bir yenilik idi. Bütün ailələr təsirlənirdi, eləcə də onların böyütdüyü uşaqlar. Bugün həmin dövrü xatırlayanda hər istəyimizin həmin anda reallaşa bilməyəcəyini və bunun da yaxşı tərəfləri olduğunu daha yaxşı anlayıram. Övladımı da bu prinsiplə böyütməyi valideyn olaraq qarşıma məqsəd qoymuşam. Amma ifrata varmamaq üçün özümü tez-tez xəbərdar edirəm. Çünki bugün tamamilə ayrı zaman və reallıqda yaşayırıq. Təbii fəlakətlər, müharibələr, sosial-iqtisadi dəyişikliklər baş verməkdə davam edir. Tarix sanki təkrarlanır. Amma insanların həyata baxışı, təhsili, dünya görüşü, tələbatları eyni qalmır. Yuri Bronfenbrenner'in ekoloji modelini öyrənərkən gəldiyim yekun nəticə budur ki, zaman və məkandan asılı olmayaraq, hər bir uşağın onu sevən, qayğısına qalan, ona həyatı, insanları tanıda bilən valideynə ehtiyacı var. Unutmayaq ki, bir uşağın potensialını gerçəkləşdirməsi bu ekoloji modelin təsirinə bağlıdır. Heç bir uşağın onu önəmsəyən yetişkindən məhrum qalmaması diləyi ilə.